Hamı diqqətlə qulaq assın. Sadəcə mən sual verəndə danışın. Deməli, kompüterin aparat təminatının əsası nə təşkil edir? Bilirsiniz ki, informatika 3 dənə bölmə öyrənir. Burada elə bunu təşkil edir. Bunlardan biri hardware, sonra ikincisi software, üçüncüsü isə brainware. Deməli, hardware qurğuları, software proqramları, brainware isə alqoritm öyrənir. Deməli, kompüterin aparat təminatının əsasını nə təşkil edir? Təbii ki, qurğular. Məsələn, desə proqram təminatının əsasını nə təşkil edir? Proqramlar. Alqoritmik təminatın da əsasını alqoritmlər, hər hansı bir qaydalar təşkil edir. 27-ci suala baxmayacağıq, Windows 10-a aiddir. Kompüterə quraşdırılmış bütün proqramlar toplusu. Bax, bu sualı da hər testdən bir, hər dərsdən bir təkrar edirəm. Kompüterin ümumi işini idarə edən proqram bu əməliyyat sistemidir. Bir daha deyirəm, kompüterin ümumi işini idarə edən proqram əməliyyat sistemidir. Amma kompüterə quraşdırılmış bütün proqramlar toplusu elə kompüterin proqram təminatıdır. Ona görə cavab olur A variantı. Doğru münazirələri seçin. Excel ilə bağlıdır. Backspace əmri vasitəsilə sətri və ya sütunu silmək olar. Bəli, Excel proqramında sətr və ya sütunu silmək olur, amma belə bir şey var. Sətr və sütunu istər xananı silən zaman sətrin, sütunun sayı dəyişmir. Ona görə biri götürə bilərik. Olduğu kimi qalır. Seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olmaz. E, Onsuz da Excel-də belədir ki, baxın, bunu tez sizə göstərim. Məsəl üçün, bax, bu xanadır, düzdür. Bura bir dənə yazıram, məsələn, nəsə bir söz. İndi baxın, yeni hər hansısa bir home tabından yeni bir dənə sətr əlavə etmək istəyirəm. Rows. Görə indi bu bir dəqiqə. Hə, yeni sətr əlavə etmək istəyirəm. Baxın. Insert rows. Bax, fikir verin. Sətr yox, sütun idi adı. Hə, sətr. Hə, deməli doğru deyil. Görürsünüzmü? Aşağısına əlavə olundu. Yəni o söz yuxarı qalxdısa, deməli bizim əlavə etdiyimiz sətr ondan aşağıya düşdü. Bu da düzdür. Və yaxud ümumiyyətlə yazıda saxlayın ki, sətirlər özündən aşağı, sütunlar özündən əvvələ əlavə olunur. Bu da deyir ki, yuxarıya əlavə etmək olmaz. Düzdür. Seçilmiş sütundan sağa sütun əlavə etmək olmaz. Yox, olar. Bu da səhvdir. İş vərəqi insert tabundan əlavə etmək. Yox, bayaqca saxlayın ki, bu Excel proqramında iş vərəqi ilə bağlı bütün əmrlər demişdik hansı tabda olur? Home-da. İş vərəqini əlavə etmək, silmək, yeni iş vərəqi yaratmaq, iş vərəqinə kod qoymaq, iş vərəqini gizlətmək, hamısı Home-dadır. İş vərəqini Home tabından silmək olar, düzdür. Sonra sətir və ya sütunu Home tabından gizlətmək olar, bu da düzdür. Biz səhv axtarırıq, düz axtarırıq. Düz axtarıq və 5, 6. Bu Adil müəllim, Səhvlərin dediğiniz 3 adı. deyəsən səhv idi. Çünki Yo, 3 Excel-də yuxarı səhvdir. sütun artırmaq olur. Yo, ikini düz dedik, götürmədik. Seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olmaz. Düzdür, aşağıya olar. Ha, bu düzdür. Yo, Yo, bu düzdür. Bir dənə backspace əmri vasitəsilə sətri və ya sütunu silmək olar. Mən burada görürsünüz özü başqa şey yazmışam. Qıraqda yazmışam ki, sətir sütun xana sayı dəyişmir. Fikrimdə tutmuyor. Elə bilirəm ki, deyir ki, sətir sütun xana sayı dəyişir. Yox, backspace-lə silmirik ki, shift delete-lə silə bilərik. Bu da səhv. Yadınıza saxlayın ki, sətirlər özündən əvvələ, sütunlar da özündən əvvələ əlavə olunur. Daha doğrusu sətirlər aşağıya, sütunlar özündən əvvələ əlavə olunur Excel proqramında. Doğru variant 2, 5, 6-dır. Burada biraz fikirli oldum, üzüldüsəm. Sonra elektron pods ünvanına daxil olmaq üçün bizə lazımdır istifadəçinin adı və bir də parol. İndi bunu lokal şəbəkə, qlobal şəbəkələrdə danışacağıq bu haqda. Bax görürsünüz, burada bu sualdan yenə var. İndi hamı diqqətlə qulaq assın bura. Bu sual çox maraqlı sualdır. Bu bizə qəbulun 2025-də də var. Məncə hamı demək olar ki, hamıya göndərmişəm o qəbulu. Bax orada da düşmüşdü. Eyni şeydir. Bir dənəsini düz yazsaz, bütün tip sualları düz yazarsınız. Bax burada məntiq nədir?
Bu bir qaydadır ki, bu bir qaydadır ki, bir cədvəlin, bu bir cədvəl tutaq ki, elə hamıya da belə göstərmişəm. Tutaq ki, baxın. Bir cədvəlin sətrində, məsələn, birinci sətrində 1, 2, 3, 4, 5 dənə xana var. Niyə? Çünki bu cədvəlin 5 sütunu var. Sonra bu cədvəlin birinci sütununda 2 xana var. Niyə? Çünki bu cədvəlin 2 sətri var. Yəni buradan belə bir, yox, backspace silinir. Word-də silə bilərik backspace-lə. Deməli, bax, yadınıza saxlayın ki, bir proqramda, daha doğrusu bir cədvəldə sətirdə olan, yəni bir sətirdə olan xana sayı həmin cədvəlin sütunu qədərdir. Bir sütunda olan xana sayı həmin cədvəlin sətri qədərdir. Onsuz da görürsünüz, bax, bu birinci sətirdir, 5 dənə xana var. Niyə? Çünki 5 dənə sütun var. Və yaxud bu birinci sütundur, 2 dənə xanası var. Niyə? Çünki burada 2 dənə sətir var. Onda 6 sətir 4 sütundan ibarət olan bir cədvəlin 24 dənə ümumi xanası var. 24 xana. Sonra deyir ki, birinci sətrin bütün xanaları seçildi. Birinci sətri seçəcəmsə, sizcə neçə dənə xana seçilmiş olacaq? 4. 4 dənə. Ay 4 sağ tane. ol. Çünki sətir deyəndə sütuna baxırsınız. 4 dənə xananı seçdik və sonra onu merge cells birləşdirdik. Bax, birləşdirəndə belə olur. Bax, məsəl üçün, bu 10 dənə xanadan ibarət olan bir ta ki, cədvəldir, nə bilim nədir. Bunu seçib birləşdirəndə, bu Word-də deyil, heç silinməyəcək. Bax, belə yazıram. Elə ki, bunu seçdim, bütün xanalarını birləşdirdim. Neçə dənə xanası qaldı? Bir dənə. 1. İndi o birinci sətirdə də 4 dənə xana var axı sütuna görə. Onu seçdim, birləşdirdim. Sizcə orada neçə xana qaldı? Yenə bir dənə. 1 dənə. 4 dənə idi, biri qaldı. Neçəsi getdi? 3 dənəsi. 2. Deməli, hal-hazırda cədvəlimizdə 21 dənə xana var. İndi davam edirik. Sonra deyir ki, 3-cü sətr seçilib. Yenə neçə dənə xana seçdik? Yenə 4 dənə. 4. Bu dəfə o 23-cü sətr var, ha, onu birləşdirmir, ha. Onu ümumiyyətlə oradan atır, onu qoyur qırağa. Onun əvəzinə 8-in 1-ə bir cədvəl gətirir. Yəni 8 sütunu bir sətr olan cədvəlində ümumilikdə 8 dənə xanası var da, 8 vuraq 1. 21 çıxaq 4, 17, üstə gələk 8, cavab edir 25. Kimə nə aydın deyil? Sualınızı verin. Müəllim, o 8 xananı hara yerləşdirir? 8 Üçüncü xananı 4-cü sətrin yerinə yerləşdirir. Yox, 3-cü sətrin. Elə bilin ki, bu Yəni 3-cü xətləri sətr daha yox qısa idi. kəs. Hə, bax, 3-cü sətr yox idi. Aha. Bunu ləğv eləyir, yerində bir dənə sütundan 8 dənə sətirdən və yaxud əksinə bir dənə sətir 8 sütundan ibarət belə bir cədvəl yaradır. Bu da 8 dənə xana deməkdir axı. Bu bayaq 21 dənə qalmışdı. O Bəli. 21 xananın 3-cü sətrini atır qırağa, yəni ona görə oradan 4 dənə xananı götürdüm. Əvəzinə 8 vuraq 1 gətirir. Burada 2 olsaydı 8 vuraq 2 gətirəcəkdi. Dərsdə Aydın də oldu. işləmişdik bu tip sual. Aydın, sağ ol. 2025-in qəbulunda yenə var. Misalə, nəyi başa düşmədin? Ümumiyyətlə başa düşmədin, yoxsa hər hansısa bir hissəsini? İki etap gedirsiniz burada cəmi. Birinci, altını vurursunuz 4-ə, ümumi xanadan. Burada hansı sətri birləşdirirsə, onu çıxıb üzərinə 1 gəlirsiniz. Ümumiyyətlə başa düşməmisənsə, onda qoy qalsın sizin qrupdan olsun bizim 2025-in qəbulunu işləməliyik. Orada var. Ümumiyyətlə başa düşməmisənsə. Çünki yenə izah etsəm, eyni şeyi izah edəcəm. Orada sırf sizin qrupa izah edəndə bir də izah edəcəm bunu. 2025-in qəbulunda var. Bir daha keçim üstündən sürətli şəkildə. Baxın, hamı diqqətlə qulaq assın. Sonra deyər ki, müəllim izah eləmədi. Onsuz da mənim biraz bəxtim yoxdur. Hara getdi hamısı? Sual da yox açıq. Sual da yox açıqdır. 6 sətr 4 sütun var. Deməli, bu xananın, bu cədvəlin ümumilikdə 24 dənə xanası var. Deyirəm. Bir daha deyirəm. Sətirdəki xana sayı sütun qədər. Əksini düşünürsünüz o dəqiqə. Sütundakı xana sayı sətir qədərdir. Yəni, bu cədvəlin 4 sütunu varsa, hər sətrində 4 dənə xana var. Bax, məsələn, birinci sətri çəkdim. Deməli, bunun 4 dənə xanası var.
Və yaxud birinci sətri çəkdim, daha doğrusu birinci sütunu çəkdim. Deməli, bunun sətri qədər 6 dənə xanası var. Məsələn, 24 dənə cədvəlin ümumi xanasıdır. Bu 24 cədvəlin, 24 xananın e, birinci sətrini seçirəm. Bax, görürsünüz, sətri seçdik. Sətr seçirsə, avtomatik sütuna baxırsınız. Sütun qədər xana seçilib. Yəni, 4 dənə xana seçilib. Deyir ki, o 4 dənə xananı, məsələn, 1, 2, 3, 4 dənə xananı birləşdir. O 4 xananı birləşdirdim, oldu belə. Yəni, bir dənə xana qaldı. Yəni, 4 dənə xana olmalı yerdə bir dənəsi qalıbsa, deməli, buradan 3 dənəsini çıxıblar. 24-dən 3 dənə xana getdi. Deməli, 24-ün 3 xanası getdi. Səsim gəlir sizə? Bəli, bəli. Bəli, bəli, gəlir. Bəli. İnternet atqazı ver ona görə. Hə, 24 xananın 3-ü getdi, qaldı 21 dənə. Bu birinci mərhələ. İkinci mərhələdə deyir ki, daha sonra üçüncü sətir seçilib. Bax, yenə də həmin hər hansı bir dənə sətir seçmişiksə, orada sütun qədər xana seçilib. Yenə 4 dənə xana seçilib. Həmin bu 21 dənədən bu dəfə demir, birləşdir demir. Görürsünüzmü? Ümumiyyətlə deyir ki, o 21 dənə xanadan o üçüncü sətiri, yəni 4 dənə xananı at getsin, onun əvəzində bunu yarat. Bunu ikinci mərhələdə həmişə həyata keçirirsiniz. 8-in 1-ə cədvəl elə 8 vuraq 1 deməkdir. Yəni burada 2 olsaydı 8 vuraq 2, 16 gələcəkdi. Nə bilim 3 olsaydı 8 vuraq 3, 24 gələcəkdi. 17 üstə gələk 8 eləyir 25. Ola bilər ki, o göstəriş yerində nəyəsə dəyişsin, çaşdırsın adamı. Bu merge yerində burada. Bəli, bəli. Yox, o çətin məsələdir. Hə, Mənsur, buyur. Müəllim, istənilən vəziyyətdə biz onu seçdiyimizi birləşdirsək, hər dəfə bir çıxacağıq, məsələn, orada dördüncü sətri birləşdir desəydi, məsələn, yəni neçə çıxacaqdıq? Üçüncü sətri birləşdir Fərqi deyir də yoxdur, bizə. hansı sətri deyirsə, yenə eyni şey eləyəcək, 3 çıxacaq. Çünki sətirdəki xana sayı eynidir, axı sütun qədərdir. Aydındır müəllim, sağ olun. Bəs burada xoşdur. Bəs burada desəydi ki, məsəl üçün 3-cü sətr yox, məsələn yox, burada birinci sətr deməsəydi, birinci sütun desəydi sizcə neçə çıxacaqdıq? 6, 5, 5. Ay, Yəni sağ ol, 6 5. 1-ə çıxıb 5. Yenə bax 24 xanada sütun deyən kimi avtomatik baxıram əksinə, sətirə. 6 dənə elə bir ki, sütunda 6 dənə xana var axı. 6-sı getsə, yerində biri qalsa, neçəsi çıxıb? 5. Bəli. 5. Çox sadədir. Bir dənəsini özünüz yazsaz, elə yerinizdə olsam bu sualı skrin edib yazmağa çalışaram. İndi mən videoda qeyd edirəm, o heç. Bir dəfə özün yazsaz, istənilən cür bunu fırlatsalar yaza bilərsiniz. Asandır. 32. Rəng sisteminin inşallah biz sizdən keçəcəyik. Növbəti həftənin axırına yəqin ki, bizim mövzumuz qalmayacaq. Müəllim, üzrün sözü kəsəm. Bir də aşağı elin o skrin elin də. Yuxarı elin daha doğrusu. Çək. Bəhdin. Bəli, müəllim, çox sağ ol. Deməli, rəng sistemləri çox asan. İndi bunun inanın ki, bu elə bir çətin kodları var ki, bunun hətta bəzi müəllimlər belə bu kodları yadda saxlaya bilmir. Amma biz sizlə elə bir möhtəşəm şəkildə keçənlər bunu öyrənəcəyik ki, kodlardır, kodların toplanmasıdır, kodların çıxılmasıdır. Elə bir ki, elə bunun kitabını siz yazmısınız. Məsələn, burada asan versiyasını verib. Ağ rəng deyəndə, ağ rəng işığın Efir. olmasıdır, olmamasıdır sizcə? Olmasıdır. Olmasın. Ona görə bütün rənglər iştirak eləməlidir. Bu ağ rəngin kodudur. Bəs bu hansı rəngin kodudur? Qara. Ay, sağ, qara rəngin kodudur. Bunlar bir-birinin əksidir. Bu ağ, bu qara. Yerdə qalanlar haqqında da heç bir narahatlıq yox. Narahat olmayın. Sonra File Explorer pəncərəsini tamamilə dəyişiblər. Ona görə bunun üzərinə bir dənə X. Boşa beyninizi qarışdırmayaq. 4 mətn sənədi açılmışdır. Söhbət Word-dən gedir. Açılmış bütün, şəxsən mən pəncərə deyəndə cavabı uca bilirəm ki, hansı tabdan söhbət gedir. Pəncərə nə üçün idi? View. View. Ay, sağ ol. İndi bunu tapdıq. 100% cavab view-dur. Düzdür? V-I-E, W. Açılmış bütün pəncərələrin hamısını eyni zamanda ekranda görmək üçün. Hamısı sözü də bir cavabdır da. Onda nə olur? View, window, arrange, all. All. Baxın, biz burada sadəcə açar sözləri yerinə qoyuruq. Başqa heç eləmirik. Müəllim demişdi ki, pəncərə view tabındadır. Pəncərə elə burada yazır window. Bütün pəncərələr, o da arrange deməkdir. Bütün, hamısı. Buna görə cavab B var. Bu qədər sadə.
Kombinasiya xarakteristikası da biz az qala yuxuda da görməliyik. Bu üçüncüdür. Bu hesablama dəqiqliyi var, əmrlər sistemi var, yaddaş 1, var, 4, 6. bir də iş etibarlığı var. Rəng imkanlarının olub-olmaması printerində. Ölçüsü deyə bir heç birinin deyil. Kadrların əks olunması nəyindir? Ekran. İşte, Windows 10 əməliyyat sisteminin aktivdə görün. Burada güzel olan, yox, bu da dəyişir. Settings bölünür. Bu əslində şeydir, Task Manager. Bunda nə istəyir ki? Windows əslində yaddaşın məsələsi spesifikasiyası. Əməli yaddaşın tutumunu istəyir. Bunu tapa bilərsiniz. 4-ündəki Yox, memorydir əməli yaddaş. 8. Bəli, 8-dir. Elə bir ki, orada desəydi nə qədər məşğuldur, bax belə yazıb. Bu asan deyə deyirəm, bu gözlə olan bir şeydir. 3,6 8,0. Nə qədər məşğuldur sizcə? 3,6. Amma ümumi yaddaşın desəydi olur 8. Bu o günləri yazda gəlib Task Managerin qısa yolunu dedim. Kimin yadında qalıb? Kontrol alt delete. Bəli, Ctrl, Alt, Shift, Delete, bir də Ctrl, Shift, Escape. Həmin bax, onlara basanda bu pəncərə açılır. Microsoft Word proqramında cari tarixi klaviatura vasitəsilə avtomatik daxil etmək üçün. Shift Alt V. Yox, Shift deyil. alt delete. Deyil. Əslində bu lazım deyil sizə. İndi birdən də nətəsi çaşdılar, bu düşdü. Necə yadda saxlayarıq vaxt, tarix, zaman? Date'lə müəllim. ISO, date. Date. Shift Alt, Date. Yox. ASCII kod cədvəlindən verilib. Bizdən balaca W simvolunu, ikilik kodunu istəyir. Özü çaşdırmır. Elə burada balaca W-ni verib. Gəlin bizim bu çox əziz dostumuz olan say sistemini bir daha xatırlayaq. 77-ni deyir ikiliyə çevir. 2 üstü 6, geridə qaldı 13. 2 üstü 3, geridə qaldı 5. 2 üstü 2, geridə qaldı 1. 2 üstü 0. İndi 6 var, 5 yoxdur, 4 yoxdur, 3 var, 2 var, 1 yoxdur, 0 var. 1000, 11, 0, 1. A A variantı, bəli. A variant. Müəllim 16 kod deyə aşağıda verilən. Onu 16-lığı 10-a çevirməməliydik. 16 deyil bu. Hə, 16-nı 2-yə çevirəcək. 16-dan 2-yə Niyə necə variant keçirdin? deyil? 8, 4, 2, 1 mi? Bölənlərin hə yazılır. Və 7-ni almaq üçün 0, 1, 1, 1, yenə 0, 1, 1, 1. Amma qabaqdakı 0-ı nə ediblər? Atıblar. Atmıyor, yox, atmıyor, belə C variantı. Mən elə biləm onluq deyil. Ay, yox, C deyil. Asan olsa da imtahanda yazılan çıxırdı. Deyil, hə, все. Sualı içinə qoyduq, ya, bunu kəssin deyəsən. Oley, obyekt sahəsi hansı tip verilənləri yadda saxlayır? Şəkil. Onu bu gün Şəkil, keçdik. video. Media. Ay, sağ ol. İndi orada Qarışıq şəkil idi. dediyin, prosta şəkili mən sizə misal çəkmişdim. Orada haqlısan. Şəkil yadında qalsa düzdür. Amma dedik, bütün multimedia tipli verilənləri yadda saxlayır Oley. Bax, görürsünüz, dərsləri keçdikdə bütün daşlar yerinə oturur. Slayda cədvəl əlavə etmək. Bundan asan nə sual olur? Insert. Sizə niyə belə deyir? Bəs slaydı nömrələmək. Paragraflar. Yox, Yox, header slide form. deyil. Slaydı Insert. nömrələmək. Design. İstədiyimiz nömrədən nömrələyirik. Insert. Dizayn. Insert. Slide number hansı tabdadır? Header, footer, slide number, date and time. Insert. Sizdə də eyni pəncərə Insert. açılır. Amma slide nömrəsini dəyişdirmək deyil. Design'dır. Dizayn. Slide əlavə etmək həm home-da var, həm də Həm də insert-də var. insertdən. Bəli. Verilənlər bazası ilə işin effektiyi üçün verilənlər bazası idarəetmə sistemi verilənlərin tamlığını təmin etmək. Amma Yəni bayaqlar dediyim kimi hər hansısa bir nə bilim mövzu haqqında məlumatları sizə tam veriləcəyi halda siz çox gözəl bir cədvəl qura bilərsiniz. Yox, bir məlumatı sizə tam çatdırmırlarsa, o verilən haqqında belə deyək, sizin cədvəlinizin effektivliyi aşağı düşəcək. Ona görə ən dolğun cavab budur. Tamlığı əsas təmin edilməlidir. PowerPoint görək təzə keçmişik. Nə deyir burada? Təqdimatda hər hansı slayd daxilində bir obyekt seçilir. Daha sonra Home tabının Editing qrupunun Select All əmri icra olunub. Nəticədə bu nə sual ola bilər? Hamı seçir də. Slayddakı bütün Obyektlər.
Daxilindəki yoxsa slayddakı bütün B şəkillər? bəndi mənim Slaytda. daxildəki. Slaytda. Slayddakı bütün şəkillər nə deyir bu? Yoxsa bir obyekt seçilir, Slaytdakı deyil. şəkillər elə obyektlər deyil. Hə, D variantıdır. Yoxsa bizə obyekt deyirsə, biz də cavablı obyekt götürməliyik. Onda şəkillər seçilsə, yerdə qalan obyektlər, məsələn, orada bir dənə başqa nəsə var, o seçilməyəcək, seçiləcək. Bax bu select all əmri bütün hər şeyi seçir. Baxın, orada obyektdir, nə bilim, şəkildir, nə deyil. Siz də şəkil deyəndə Təqdimatdakı bütün obyektlər ola bilməz ki, təqdimatdakı bütün obyekt. yox, təqdimatdakı yox. Slaydın üzərindəkini seçin baxın. Silinmiş slayd axırında bütün obyektlər. Təqdimat böyükdür slaytdan. Bəli. Çox qarışıq suallar var bu sınavlarda. Heç qəbula belə sual düşmür. Monitor haqqında hansı fikir doğru deyil? Kompüterə VGA portu ilə qoşulur. Düzdür. DVI, HDMI, VGA. AGP, PCI Beş, monitorların səkkiz. növlərinə aiddir. Xeyr, AGP, PCI PCI smoke növüdür. Monitorun növü hansıdır? Elektron şüa borulu, Elektron manyetik şüa kristal, borulu. plazma. LCD, plasma. Aysa bu səhvdir. Fərdi kompüterin əsas tərkib hissəsidir. Düzdür. Düzdür. Bəli. Xaric etmə qurğusudur. Düzdür. Düzdür. Diaqonal uzunluğu düymdür. Bir düym nə qədər idi? 2,54 4 santimetr. 25,4 millimetr. 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 O günləri demişdim ki, nisbi ünvanı, mütləq ünvanı necə F4. çevrilir? F4. Bəli. F4. Bəli. Bəs hər hansı bir xanaya məlumat yazanda yeni gələn məlumat əvvəlkilərin adicə yazılsın. Yəni xananı redaktə etmək bunlardan hansı idi? Bir şey var idi, düstur sətrində yaza bilərdik. Aha. Bir xananın üzərində 2 dəfə sol düyməni vura Bu bilərdik. düyməni Bir vurmaq. də həmin o 2-yə uyğun demişdim ki, F2-ni yadda saxlayın. F2 bəli. F2, Ctrl F2 print deyil, hə müəllim? Hə, o Müəllim, print- nə olurdu? Bir də deyə bilərsiniz zəhmət olmasa. Nəyi? F2-də. F2-də nə olurdu? Bir də deyə bilərsiniz zəhmət olmasa. F2 xananı redaktə etmək üçün Nurxan. Məsələn, Tamam. Excel-də burada bir dənə tutaq ki, məsəl üçün deyirəm, info sözü varsa, bu xananı seçib yeni məlumat əlavə edəndə bu silinir. Amma sən istəyirsən ki, silinməsin, ardıcan yazılsın. Ona görə bu xananı seçirsən, F2-ni vurursan, bu yazdıqların ki, bunun arxasıca yazılır. Xananı redaktə etmək üçün. Alqoritm asandır. A1, B4. Bu, baxın, bəzi tələbələr nəyi hələ də başa düşmür. Bu B1-dir deyil, yoxsa B1-dir sual verir bizə. B1-ə bərabərdir. Sual verir də. Sual verin. Sual verin. Bəli. B1-dir, deyirəm yox, B1 deyil. Ona görə A-nı vurur 10-a. Yəni 1-i vurur 10-a. A On. eləyir 10, B də eləyir, Üç. B-dən 1 çıxsaq 3. Yenə qalxıram, B1-dir, yox. Bunu bir dəfə də vurur ona. A100. 100. Hələ belə də İki, qalsın. doğrusu. Bundan da 1 çıxır 2. Sonra 2 1-ə bərabərdir, yox. Doğrusu. Bir dəfə də Bir vurur ona. eləyir də zaten. Sonra buradan 1 çıxır, yuxarı qalxanda 1 1-dir. Hə. Heç sən onu 3 dəfə bir-birinə vurdu da eləcə 1000. Mi. Zaten baxan kimi cavabları göydə tutmaq olar ki, əgər A-nı ona vurursa, A da 1-dən başlayırsa, o heç Cavab birini tuta B- bilməz. B deyə müəllim. Nədir? B-nin biri müəllimin 1-dir. Cəmi istəyir. Hə, bunu 1100. istəyir. Ha bax, böyük danışır. 11-dir. Minus da 1 gəlir 1001. Al üstə gəl B-nin cəmini Hə, B-dir. Sonra, onluq sayı sistemində 8192 ədədi 2 üstü neçədir? 13. 13. İkili sayı sistemində sıfırların sayı birlərin sayı neçə vahid çoxdur? Keçən dəfə də deyəsən bu sual var idi. 2 üstü 13 ədədində 13 dənə 0, bir dənə 1 var. İndi sıfırların sayı birlərin sayından 13 çıxaq 1, yəni 12 vahid çoxdur. Bu sualı nə vaxt kim vermişdi bu yaxınlarda? 200. Biz vermişdik müəllim o sualı. Nəsə, hə, bu sual elə bu yaxında eşitmişəm. 215 də olsa 15 Mənim sıfır bir bayaqları dənə var idi, olsa. 512 üstə gəlməyin 24 ona oxşuyurdu ya. Hə. Yəni, Hətta sualda 220 idi deyəsən. hə. Sənəddə 30 səhifə var. Fayldan bir fraqment verilib. Yenə baxırıq ən təhlükəli bölməyə. Burada nəsə görmürük. Düzdürmü? Od mod yoxdur. post saydı sizdə. Müəllim, offline yazıl Düz baxar. dars deyil. Hə? Offline nədir bəs? Sıfır olmur onda. Yox, 0. əlaqəsi. Mən Deyil. printer yazılıb HP Universal onun altında çox. Ay yox, ona fikir verməyin. Yox, siz əsas məsələyə fikir. Elə şey yoxdur. Qəbulda elə suallar düşmür. Printer işləyir, işləmir.
Neçə vərəq çap olunacaq? 1-dən 7-yə qədər nə qədərdir? Elə 7 dənə. 7 dənə. 7 dənə. Burada 17-dən 12 6 dənə. 6 6 dənə dənə. birləşirsiniz. Onu da bu birisində. Prosta 10 dənə ola bilsin. hə, elə bildim burada Amma 30-dan 30 çox səhifə. deyil. 30-dan 10 dənə. 10 dənə. çıxıb üzərinə 10 10 dənə. dənə də burdadır. 23 dənə. Ümumi 23-dür. Both side 2-yə bölürsüz. Bölünür 2-yə də. 11,5 12 12. 12-ni 4-ə bölürük. 3 3, 3 var, 3 də 6-ya 18. vurur 18. Orasını düşür. Bəli, cavab 18. Bu qəbulda bu Cavab 9-dur. Vərəq istəyir müəllim. nə istəyir? Vərəq. Vərəq 9 olmalıdır. Yoxsa yox? Yo, elə vərəq tapdıq da biz. Yox, elə biz vərəq tapırıq. Ha, yox. Yo, vərəq tapırıq. Qəbulda ay printer işləyir, işıq sönüb, nə bilim, elə şeylər heç biri keçmir. Ha, sizə nə veribsə odur. Elə şeylər yazsa, yəni o həqiqətən bildiyin biabırçılıq da. Printer işləyir, nə deyir, nə bilim, printer sönüb, nə deyir, elə şeylər olmalı Neçə deyil. səhifə desəydi 2-yə vurardıq müəllim? Hə, səhifə desə 2. Hə, 48. Excel bir-iki qrup yazıb, indi yerdə qalanlar da hamısı yazacaq və yaxud yazmısınız, izahını gözləyirsiniz. Elektron cədvəldə, bu çox maraqlı sualdır. Bu tipin biraz çətin də var, onu da işləyəsiniz. Elektron cədvəldə A2 qoşa nöqtə A4-ün nə anlama gəldiyini bilirsiniz də, yəqin A2 plus A3 plus A4. Qoşa nöqtə olanda hamısını götürürdünüz. Bunların qiyməti 16-dır. 4-ə qədər. Bəli. Average A1, A4-də nə deməkdir? Yenə bax, A1, A2, A3, A4. Yenə qoşa nöqtə var ya, hamısını toplayıb neçəyə bölməliyəm? Sayları 4-dürsə. 4-ə. 4-ə. Bu da bərabər Ədəd 5-dirsə, ortası. deməli Beşə. bunların hamısının cəmi neçəymiş? 20. 20. Bax, A2, A3, A4-ün cəmi var. Neçədir? 16. 16-nın üstə bir dənə Dörd neçən çarpı. gəlmək lazımdır ki? 4. A1 Dörd. gəlmək lazım ki, bəli 20 eləsin. Deməli A1 4 imiş. 4. İndi faktorial A1, yəni faktorial 24. 4. Bəli, 4 vur 3. 4 vur 3, vur 2, vur 1. Eləyir 24. Riyaziyyat. Asandır bu məncə. Bəli, şəbəkədə birgə istifadə imkanları olmayan resurslar. Bax, bunu da deyim sizə, bu da çox uşaqların, tələbələrin beynini qarışdırır. Məsəl üçün deyirəm, kiməsə deyə bilərikmi ki, bu printeri ver, məsələn 5 dəqiqə işlədim, gətirəcəm. Deyə bilərik. Bunu istifadə eləmək olar. Amma kiməsə deyə bilərsən, kompüterin prosesini çıxarıb gətirəcəm birazdan. Prosesorsuz kompüter işləməz deyə olmaz. Bəli, yəni bu olmaz, bu da olmaz. Kart. Yerdə qalan Olmaz. Skyner-dir, Plot-dir. Qısası kompüterin xaricində yerləşirsə bu. Məsələn, ayırıb kiməsə vermək olarsa olar. Amma kompüter içindəkilərə vermək olmaz. Ona görə 2-5-dir burada cavab. Sonra bunu keçməmişik, amma keçənlər bilər. Asan. Military də. Dəfədir, hərbidir. Bəli, qulaq asın, qulaq asın. Military hərbidir. Bu international beynəlxalq, bu da organize, bu nə idi o? Qeyri-kommersiya. Kommersiya nə idi? Kom. Məntiqlə yazmaq olar. Və şəbəkə nə idi sizcə? Kommersiya nə idi? Net. O Şəbəkə netdir. network. Hə. Plotter printerin daha böyük versiyasıdır. Bu yolun qıraqlarında falan böyük reklam lövhələri olur. Bax ona deyilir. Adım mən çıxacağam. Mən özürü bilin də ingilis dilinə gedəcəm. Hə, Qoşulacağam. Oldu, çox sağ olun. Müəllim, bəli. 49-cu sualda klaviatura olardı. İndi orada klaviatura desə gərək vurğulaya da əlavə qoşulmuş, yoxsa notebook klaviaturası. Amma belə əlavə qoşulmuş vurğulasa olar. Hə, buyur Aytən. Mənim datakart kompüterin xaricində olmur. Yox. Xarici yaddaş qurğusudur deyə müəllim ona görə ayrılmaz hissə kimi götürürük də onu. Yox, yəni hə ayrılmaz hissəsi də, yəni xarici götürülmür, yox. Məsələn, nəyə görə? Çünki o yaddaş elə bir şeydir ki, indi burada bu sualda hər tərəfli düşünmək lazımdır. Yaddaş, məsələn, tutaq ki, sənin onun içində məlumatların falan var, onu kiməsə verə bilmərsən, apar istifadə edir. Hə, sən dedin xaricdəkilərə görə, ona görə olmaz da. yox, datakart xaricidir, bəli, xaricdən qoşulur. Amma orada tam xaric söhbəti deyil də, fikirləşməlisən ki, bu mənim yaddaşım, necə verə bilərəm, apar bunu istifadəyə gətirərsən. Amma printerdə, plotterdə, skannerdə sənin heç məlumatların qala bilməz axı ona görə.
Amma data kart xaricidir. Video kart, şəbəkə kartı, səs kartı. Bunlar daxilidir. İndi səbirli olun, bir dənə də link atıb, bir dənə də sınağa baxacaq. Heç olmasa bir 50-sinə baxaq.